Salam hörmətli izləyicilər. Xoş gördük sizi Ratibi kanalında. Bugün mən sizə mövsümün tənək yarpağının qoyulma qaydasını öyrədəcəm. Mən bir başqa cür alça ilə qoyulmasını öyrədəcəm. Bunun üçün bizə nə lazımdır? Tənək yarpağı, dediyim kimi Təbriz yarpağı. Çünki bu Təbriz yarpağı çox gözəl olur dolması, yumşaq olur. Alça və bir də bu duzdan, ayrı duzdan yox. Çünki bu duz çox yaxşı saxlayır. O biri duzlar çürüdür yarpağı. İndi mərhələ-mərhələ mən sizə bunu necə bankaya qoyuruq öyrədəcəm. Belə 3 litrlik qazanda su qoymuşam. Su indi belə qaynayan moment. Buna yarım paşkadan biraz az duz tökürük. Və bunun təzədən bir də elə qaynamasını gözləyirik. Çünki bu duz həll olsun. Ona kimi biz demək mən 3 kiloluğa eləyəcəm. 2 kilo yarpaqdır. 3 kiloluq bankanı polunu doldurur. Bunun üçün biz əvvəlcə bunun altından biraz duz tökməliyik. Duz heç vaxt yarpağı xarab olmağa qoymur. Və indi lay alçada qoyacağıq. Əvvəlcə altdan 3 dənə, 4 dənə alça tulluyuruq. Sonra isə yarpaqları lay düzəcək. Gördüyünüz kimi suyumuz duzla bərabər yenə qaynadı və yarpağı bax belə qat götürürük və belə qatlayırıq. Belə bir ləvəzmatla bunu beləcə qatlayır, belə suya salırıq, qaynayan suya, duzlu suyumuza. Bir də belə açırıq ki, arasına da o duzlu su geçsin. 2 dəfə, 3 dəfə basıb çıxardırıq və lay başlayırıq bankamıza yığmağa. Yığdıqca da hər qatında bir qat yığırıq, azcana duz tökürük, yarım qaşıq. Təzədən bir də qatı təzələdikcə az aralarına duz tökürük. Bir də alça qoyuruq. Kim hərə öz zövqünə görə eləyə bilər. İstəsəz lap şürüd də qoya bilərsiniz. O da bir başqa tam verir. İstəsəz qızıl gül də qoya bilərsiniz. O da bir başqa cür tam verir. Kimin nə təri xoşuna gəlir elə də gül qoya bilər, alça qoya bilər bunlar. Bunu başqa bir tam verir, hərə öz zövqünə görə. Biz alçanı sevdiyimizə görə alça qoyuruq və dibini belə bir qat doldurduqdan sonra yenə də belə yarım qaşıqdan biraz az duz səpirik yaralarına və belə alça tulluyuruq içərisinə. Belə. Sonra yenə də yarpağımızdan belə götürür, düzləndirik aralarını və belə qatlayırıq. Duzlu suyumuza salırıq, o üzdür, bu üzdür. Sonra belə açırıq və ölüşküyəndə götürürük. Belə bankamıza lay yığırıq. Gördüyünüz kimi belə qat-qat yığdıq. Sonra isə hamısını dediyim kimi lay belə yığmışıq. Bax görürsüz alçalarımızı da aralarına da duz tökürük və sonra dolduqdan sonra bax belə basırıq da görürsüz. 2 kilo bunu polunu görür. Üstündən də bir qaşıq duz tökürük və gözləyirik bir 5 dəqiqə, 3 dəqiqə bu su biraz çökür. Çöktükdən sonra həmin o qaynanmış sudan üstünə əlavə edib bağlayırıq və ağzı üstə qoyuruq bir gün ki, qoy ağzı tam tutsun. İsti olanda yaxşı krışkanı tutur, hava buraxmır. Hava keçsə qaralacaqdır yarpağımız, çürüyəcəkdir. Bir gündən sonra çevirirsiniz, sərin bir yerdə saxlayırsınız. Gördüyünüz kimi alçalı tənək yarpağımız hazır oldu və bağladıq. İndi bunu biz ağzı üstə qoyacağıq, istidir. Ağzı üstə qoyacağıq.
sabahları bir gün saxlayın, sabahları çevirin o tərəfinə. Kanalımıza abunə olmağı unutmayın. Kanalımızda hər cürə yarpağın qoyulması var. Demək, butulkalara quru-quru, duzsuz doldurma da var. Ona da baxa bilərsiniz və adi qayda ilə qoyulma da var. Hamısına kanalımıza abunə olun və hamısına baxın. Bizə dəstək olmaq üçün like qoymağı unutmayın. Çox sağ olun.